Salam əziz traderlar, yenidən hər birinizi xoş gördük uşaqlar. Bu təlim videosunda biz ticarət sayəsində yanaşmalara baxacağıq, yəni düzgün yanaşmalara və backtest edəcəyik. Burada biz olar ki, biz məsəl üçün bundan əvvəlki videolarımızda, belə deyim, videomda gələcəkdə nə baş verəcəyini keçmişdən bir baxıb buradan analiz edirik ki, filan yer bura gələndə qiymət gedəcək, bay gedəcək. Əlbəttə ki, bunu demək çox rahatdır, çox asandır. Bunu çox insan deyir. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Bazara giriş edirsinizsə, yəni bazar marketlə birbaşa giriş əmrini açan kimi giriş etməyin. Mütləq dərəcədə düzgün şəkildə texniki analiz etməlisiniz. Bunlar bizə vacibdir, vacib şəraitlərdir ki, biz bunlara əməl eləyək və burada lazım olan bizə həqiqətən də deyirəm, düzgün yanaşmadır, psixologiya düzgün olmalıdır. Ticarət edirsinizsə, deyək ki, baxın, biz indi hazırda deyək ki, $100 bir kapitalla valyuta cütlüyündə ticarət edəcəyik. İndi hazırda bura qızılda biz valyutaya keçəcəyik. Mən sizə başa salacağam ki, burada həqiqətən də nəyə diqqət etmək lazımdır və demirəm çox asandır uşaqlar. Olar texniki analiz sizə bəlkə də asan gələ bilər, amma inandırım psixologiyası çox çətindir, çox çətindir. Çünki insan kifayətlənmir, yəni kifayətlənməyi bacarmır. İnsan qazananda da və itirəndə də barışmır. Biz barışmarıq, yəni biz bunu sevmirik, heç barışmağı sevmirik. Sadəcə olaraq bunu bilin ki, bu marketdir, burada ticarətdir, burada alıcı-satıcının sahəsində uşaqları. Biz burada bazarın yönündə hərəkət etməliyik. Yəni daha çox alıcılar hansı istiqamətdədir, daha çox satıcılar hansı istiqamətdədir. Yəni daha çox alıcının bölgəsi olduğu zonalar var. Orada satıcılar işə keçir birinci növbədə, likdə toplayırlar. Sonradan qiymətə alış girirlər və qiymətin əsas hədəfinə gedirlər. Yəni bu şəkildə düşünün. Yəni bir qrafikdir, qiymət alıcı yaradıb, qiymət satıcı yaradıb bu şəkildə. Yəni qiymət neyinir? Qiymət birinci növbədə bir düşüş icra eləyir. Aydındırmı? Bu sahədən reaksiya götürür. Sonra qiymət alıcı və satıcılar yaradır. Sonradan qiymət partlama yaradır. Sonradan qiymət hərəkət edir. Sonradan qiymət alıcıları liktasiya edir. Stop səviyyəsinə yığır. Sonradan bu sahədə yerləşən çoxlu sayda satıcılar gerçəkləşib. Aydındırmı? Və qiymət burada həmin insanları liktə edib, yəni stop səviyyələrini yığıb. Və qiymətin bu sahədə də güclü alıcı və satıcı olub. Və güclü alıcıları toplayan burada satıcı olub. Qiymət sonradan hərəkət edib və qiymət bir daha qırılmadan sonra yəni öz yönünü təyin edib, öz istiqamətinə gedib. Burada da güclü liktasiyaları tapıb da əməliyyata girmək lazımdır. Yəni biz də bundan istifadə edəcəyik və buna görə də yanaşmalar eləyəcəyik. Əlbəttə ki, daha az stop, daha böyük mənfəət, daha az stop, daha böyük mənfəət. Və buna görə biz keçək. Qızılı əzbər bildiyimə görə qızılı siləndə keçmişinin nə olacağını bilirəm. Ən azından bir valyuta seçək. Euro. Okay, o euro USD olsun. Gəlin birinci növbədə qrafiki backtest edəcəyik. Ona görə qrafiki biz yığaq. Uşaqlar, siz hər bir konseptdən istifadə edə bilər. Yəni bu Smart Money də ola bilər, ICT də ola bilər, digərlər də ola bilər. Yəni hər bir şeydən istifadə edir. Normaldır. Biz biraz Smart Money konseptindən istifadə eləyəcəyik. Yəni liktasiyaları baxacağıq, görək. Okay, buralı ilə bir yer olsun. Tamam, okay. Olsun buralı. Görək nəyə bacarırıq. Neyləyə bilərik burada. Burada çox güclü düşüş yaranıb. Çox əla düşüş yaranıb. Çox gözəl. Qiymət bu sahəni toplamaqla məşğuldur. Qiymətin böyük məsafədə bir trendi yaranıb. Okay, bizə lazımdır xırda. Biz xırda məsafələrə fokuslanacağıq. M30 time frame-dir, keçək M15 time frame-nə. Böyük time frame-lərdən də baxıb yol ala bilirik o öz yerində, amma daha uzun əməliyyatlara daha çox işə yaraya bilir. Hazırda biz kiçik time frame-deyik, ona görə yaxın məsafədə qiymət yön təyin edir. Bir zonanı pozub, özünə bir maksimal yaradıb burada. Burada belə bir həcmli bir sonuncu qırılmadan sonra qiymətin gəlib də reaksiyasını görürük. Artıq buradan gecdir girmək.
Sonra qiymətin liquidasiya olacaq səviyyələri var. Yəni bunlara qiymət zonaları toplaya bilər. Üst səviyyədə var əlbəttə ki burada. Gəl bura qiyməti biraz getsin. Görə qiymət neynir? M15 time frame-dir. Okay, tamamdır. Tamam. Qəşəng. Okay. Keçikdik. Yox, okay, olsun. Qiymətin partlaması olub burada. Qiymət çox qəşəng şəkildə partlama yaradıb burada. Hara qədər gedə bilər? Burada bir xəbərin əsası var çox güman. Buraxaq qabağa. Okay, saxla. Saxla burada. Çox gözəl burada qırılma gerçəkləşib. Qiymət biraz da yüksələ bilər. Ona görə tələsmirəm. Manipulyasiya eləyə bilər. Dediyim kimi. Saxla burada. Qiymət artıq buranı topladı. Bu səviyyəni toplayıb qiymət. Burada liquidləri toplayıb. İndi mənə lazım olan xırda bir yanaşma eləyəcəm. Xırda yanaşmanı da sadəcə izah eləyəcəm. Nə etməyə çalışacağam. Maksimal dərəcədə yox. Çox xırda bir stop qoyacağam. Profiti də bura qədər götürərəm. Bura qədər bir yanaşma. 100 dollarlıq bir kapitalla 1-in 3-ə 1 yanaşma eləyərəm. Tələsmirəm. Analiz eləyəcəm. Yaxın məsafə zonaları seçirəm. Böyük seçmirəm. 1-in 2-yə olsa olar. Bu da olar məncə. Şam aşağıda bitirir. Gedə bilər, amma girmirəm əməliyyata. Gözləyəcəm. Yəni, buradan giriş etmirəm. Sadəcə gözləyəcəm. Mənə lazım olan yuxarı qalxsın. Aşağı düşərsə, bədən olaraq bitirərsə, elə bir giriş eləməyi düşünürəm, amma tələsmirəm. Okay, saxla. İndi bir daha aşağı girib aşağıda bitirsə, qiyməti girmiş olacam. Stopum da burada olmuş olacaq. Və buna da mən 0.10-la 2 əməliyyat asacam. Valyutadır, 100 dolları kapitalım var. Buradan bura mənfəət olaraq TP1-i bura qoyuram. Nəzərinizdə olsun. Stop səviyyə buradır. Yəni, deyək ki, buradan bura bizim 20 pipslik bir nəzəriyyəmiz var. Burada 10 pips stop, 10 pipsdə TP1, digər 10 pipsdə, yəni 20 pipsdə TP2 yerləşir. 0.10-la 2 əməliyyat açıram. Stop olsam 10 pipsə 20 dollar. Profit olsam TP1-də birini bağlasam 10 dollar. TP2-də də bağlasam deməli 30 dollar da oradan qazanc əldə etmiş olacam. Okay, gözləyək. Hələ aşağıda bitirməyib. Baxın. Aşağıda bitirəndən sonra aktiv olur əməliyyat. Bax, heç bir şam aşağıda bitirməyib. Mənə lazım olan şam aşağıda bitirsin. İndi və burada güclü zona harda yerləşir? Mən burada fitillərə qoymuşam. Qiymətin güclü zonası olaraq. Amma əslində qiymət özünə bir zona yaradıb. Bax. Bu sahədə zona yaradıb. Amma mən bu şamın altından bitirməyini gözləyirəm ki, sell üçün yanaşma eləyim. Aydındırmı? Əməliyyatım açılıb. TP1 vuruldu, saxladım. Baxın, bu düşüb aşağı bitirəndən sonra mən giriş edirəm. Stopum da buradadır. Yəni, mən buradan giriş etmiş sayılıram. Qiymətin geri dönüşündən buradan giriş, stop da buradadır. Bura TP1 səviyyəmdir. Yəni, dediyim kimi, bura mənim TP1 səviyyəmdir. TP1 səviyyəm vurulub. Artıq mən burada qazanc götürmüşəm. Yəni, mən 10 pipslik, buradakı 10 pipsə bir mənfədə 10 dollar artıq qazancdayam. 10 dollar qazancım var. Girişimdə isə stopum olur. Növbəti 0.10-dan girdiyim əməliyyat girişdədir. Yəni, qiymət gələrsə bağlanacaq. Bax, saxladım. Bax, burada mənim əməliyyatım artıq bağlanıb. Yəni, heç bir növbəti girişə ehtiyacım yoxdur. Mən bu əməliyyatda 10 dollar götürdüm, kənarlaşdım. Aydındırmı? 10 dollar götürdüm, kənarlaşdım. İndi buranı silirəm, tələsmirəm, qrafikə biraz böyük baxmağa çalışacağam. Görüm, neynir qrafik. İndi mənə lazım olan buradakı yenə zonadır. Bu zona güclü zona olduğuna görə artıq bu səfər qiymət üstə bitirərsə, şam olaraq buy düşünəcəm. Yəni, seli unutdum ki, qiymət üstə bitirərsə buy'dır. Stopumu böyük qoymağa çalışmıram. Qalxarsa TP1 səviyyəm, TP2 səviyyəm. Böyük fokuslanmıram.
Okay, yenidən gedək. Giriş etdik. Saxla, saxla. İndi burada uşaqlar, baxın diqqətlə qulaq asın. Burada birbaşa açılan kimi burada bitirəndə buy girdik. Burada TP1 verdik bizə. Yəni bu zonada baxın çəkirəm. Bu zonada TP1'imiz var idi. Burada isə TP2. Yenidən $10 qazancım var. Girişlik də əməliyyatım. Yenidən $10 qazancım. Mən scalp edirəm. Sadəcə sizə bu metodu başa salıram. Amma daha böyük mənfəəti də göstərəcəm sizə. Mənim $120 artıq var. Aydındırmı? Bu $100 əldə etməyəcəm. İşləyəcəm ancaq bu $20-la. İndi isə lotumu dəyişəcəm. Lotumu balacalaşdıracam. Bu şəkildə eləyəcəm, çünki mən bu şəkildə ticarət xoşlayıram. Daha da böyütməyə ehtiyac yoxdur. İndi həmin zona mənim üçün güclü zona olaraq qalır. İndi keçək. Saxla. İndi qiymət bir daha üstə bitirsə, buy gedə bilər. Üstə bitirib, aşağı düşüb aşağıda bitirsə, sell gedə bilər. Baxın. Qrafikdə çəkirəm belə. Bu şəkildə. Burada da daha münasib, yəni buradan belə trend çəkəndə xırda məsafədə, buradan da bu şəkildə trend götürəndə aşağıdan yuxarı breakout bura qədər gəlib. Təzədən qayıdıb reaksiya bura qədərdir. İndi mən buradan lotumu dəyişəcəm. Girişimi edəcəm. Stopumu böyüdəcəm. Profitimi də böyük saxlayacağam. Bu şəkildə yenə də TP1 səviyyəsi burada, TP2 səviyyəsini bura qoyacağam. Çünki bura reaksiya bölgə, qiymət reaksiya götürə bilər. Okay. İndi mən 0.10 deyil, 0.05 ilə 2 əməliyyat. Aydınmı? Burada yenidən 10 pipslik stopum, itirsəm $10 itirəcəm. Qazansam artıq 1-in 3-ə kimə gedir burada. Yəni 30 pipslik bir mənfəət. Buradan burada hesablasaq. Gəl belə eləyək də. Buradan nəzər eləyək. Yaradan götürək. 15 pips də burada. Okay. Buraxaq sərbəst. Üstə bitirərsə buy girəcək. Okay. Tamam. Buy getdik. Saxla. Baxın. Bayaq seçdiyimiz güclü zona TP1 verir. Amma bura isə bizə TP1 vermir. Aydındırmı? Bura bizə TP1 vermədi. İndi buradan çıxsaydıq, çıxardıq, çıxmadıqsa da stop olduq. Bunu nəzərdə saxlayın. Okay, qoydum təzədən qırağa. İndi dedim axı, aşağıda bitirsə aşağı girəcəkdi. Yəni biz buradan artıq $10 itirmişik. Yəni biz aşağıda bitirsəydi, ara girəcəkdi, aşağı girəcəkdi. Yenidən stopumuzu da xırda götürəcəkdi. İndi TP1 səviyyəsi olaraq bura götürə bilərik. TP2 səviyyəsi və daha çoxu. Daha çoxu isə mən hələ burada nəyi gözləyirəm? Bunu qoydum qırağa. Mən hələ burada bunun üstündə yığıb sonra düşməyini gözləyirəm. Ona görə böyük götürməyəcəm. Götürsəm bura toplayar deyə götürərəm. Maksimal ancaq buranı toplayar. Yenidən giriş icra eləmişik. TP1 vuruldu, paş düşdü. Amma dəqiq deyil. Okay, TP1 vuruldu. Okay, TP2 də vuruldu. Saxla. Saxla. İndi burada artıq 1-in 4-ə bir yanaşmamız var. TP1 səviyyəsi bayaq biz $10 itirmişik. Aydındırmı? Təzədən qiymətə yəni daxil olmuşuq. Bu öz yerindədir. Yəni buradan girişdən sonra geri dönüşdən daha. Bir dənə layının üstündə işləyirəm mən. Onu izah etməyə çalışıram sizə. Artıq biz buradan yenidən burada $10 olmayıb burada zərər. Bu zərərimiz burada 5 olub. Xırda bir yanaşma olub burada. Çünki mənfəətimiz isə olur burada bizim deyək ki 30 pipslik bir mənfəət var burada. TP2-də 15 pipsdir. Yəni TP1-də, TP2-də isə 30 pipsdir. Yəni 0.05 ilə girdiyimizə görə, yəni itirmişiksə, yəni də bunu nəzər eləyirəm. Ay uşaqlar, yəni lotu yəni böyütmürəm. Yəni itirdimsə lotu böyüdüm, martingə istifadə etmirəm. Yəni daha çoxunu istifadə etmirəm. Ona görə, yəni mən bayaqlar qazanmışam $20, itirmişəm $10.
$10 qalıb və bu $10 riskə atmışam. Deməli, biz TP1-də 0,05 ilə girəndə 15 pipsi qazanmışıq $7.5 və 30 pipsdə də qazanmışıq $15. Bunu izah eləməyə çalışıram. Deməli, biz burada qazanmış oluruq bu əməliyyatda nə qədər? 22.5. Bayaqda $10 var idi. Option oldu 32.5 qazancımız var, okey. İndi bunları silirəm. Bu əməliyyatımız take profit olub. Bunları sildim. Okey, tamam. Bunları belə bu şəkildə silək, toplu şəkildə silək. İndi əlavə yanaşma eləyəcəyik. Okey, tamam. Burada yenidən bizim əla bir zonamız var. Bu aşağıda da çox güclü bir toplanılmamış zona var. Qiyməti sərbəst buraxıram. Saxla. İndi qiymət bir həcm yaradıb, yuxarının likvidəsini yığıb, hazırda aşağını toplamaq istəyər. Olar. Okey, tamam, yuxarını yığdı elə təzədən. Saxlayaq, yox, gözlə. Okey, saxla. İndi qiymətin bu üst səviyyədə çox güclü bir zonası var. Toplaya biləcəyi bir zonadır və bu da bizim buradakı likdədir. Bax, indi qiymət bu sahəni topladı. Buradakı zonadan, siz buradan order blok da götürərsiniz, digər bir şeyləri də götürə bilərsiniz, çox şey götürə bilərsiniz. Qiymət neynədir? Bax, yuxarıdan aşağı yuxarının likdəsi qalıb, toplanmayıb. Buranı da topladı, qiymət artıq buranı bərkitdi. Yəni, mən qiymətə girərəm bay üçün. Nə vaxt girərəm? Qiymət gələrsə, aşağı düşərsə yox. Yuxarı, aşağı düşəndən sonra yuxarı gedərsə giriş edərəm. Likdə olacaq deyə düşünürəm. Bunu bu şəkildə tutaram. Yəni, mən bu sahədən, bax, bu qırılan sahədən saxlayaram bunu. Girmərəm bay hələ. Yəni, mən buradan bay girmərəm. Nəyə gözləyərəm? Düşərsə aşağı, yuxarı bir bərkitmə olarsa, onda bir giriş icra eləyərəm. Buraxaq görək. Girmərəm hələ. Okey. Aşağı gələrsə giriş edəcəyik. Hələ girmərəm. Saxla. Hələ giriş etmərəm. Zona verməyib mən hələ. Okey, tamam. Saxla. İndi burada biz səhvimizi axtaracağıq. Əlbəttə ki, mən bilirdim yuxarının likdəsini yığacaq. Bax, buranı yığmağını bilirdim. Sadəcə olaraq giriş etmədi. İndi o girişi niyə etmədi ona baxaq. Yəni, bu qiymət hardan reaksiya ala bilər? Bir ona nəzər eləyək. Bunu götürsək və yaxınlaşsaq qrafik əlavə olaraq. Tamam. Okay. Qiymətin burada belə bir FVG-si olub. FVG-yə heç toxunmadan yön alıb gedib. Qiymətin burada zonaları var. Buradan reaksiya yox. Buralar elə də məncə okey deyil. Buradan reaksiya götürə bilərdi. Sadəcə olaraq onu gözləyərdim. Və əlavə olaraq nəyimiz var? Hələ ki, heç bir şey yoxdur. Okey. İndi qiymət getdi yuxarı. Nəysə, bay əməliyyatını qaçırtdıq. Olsun, okeydir, problem yoxdur. Qiymət yuxarı yönlü gedir. Bu daha da çox gedə bilər. Gözləyə biz. Çox qəşəng. Dedim də daha da çox gedə bilər. Okey, saxla. Saxla, okey. Qiymət böyük məsafədə burada bir pozuntu yaradıb. Yəni, aşağı yönə bir pozuntu var, market pozulması. Əslində, buradan bura qədər götürsə, bir Fibonacci-miz var. Amma qiymətin reaksiya bölgələri var. Deməli, qiymət buranı qırdıqdan sonra bir düşüş yaradıb, sonra üstünü qırdıqdan sonra bay yaradıb. Deməli, bu zona bizə gedir, çox güclü bir zona. İndi yaxınlaşıram bu qrafikə. Qrafik bizə nə deyir? Sadəcə buraxaram, yəni qiyməti sərbəst buraxaram. Nəyə gözləyərəm? Qiymət aşağıda bitirərsə, sell girərəm, stopu bu şəkildə qoyaram, check profit'i də bura qoyaram. Aşağıda bitirərsə. TP1 səviyyəsi qiymətin burada bir yığılması var. Buradan götürərəm. Yenə də 0,05 ilə girərəm. Saxla. Aşağı gəlib bitirsə, girişi icra eləyəcəm. Tamam. Okey, gəlməyib hələ. Saxla.
Qiymət gəlmədi, eybi yox, buraxaq. Yəni qiyməti bir daha tələsmirəm. Baya fokuslanmıram, çünki hədəfim aşağıda sel götürmək idi, saxla. Okay, qiymət bir daha buranı gələrsə, aşağı bitirərsə, giriş edəcəm, stopum da yuxarıda ola bilər, amma bu biraz risklidir. Birbaşa düşə də bilər, düşməyə də bilər. İndi bunun üçün də minimal stop qoya bilərəm. Yəni minimal stop düşünüb girə bilərəm ki, mən buradan çox zərər eləmir. Çünki qayıdarsa gedəcəm. Yəni mən bura giriş eləyərəm bir dənə 0.05 ilə böyük risk etmərəm. Buradan profiti də xırda götürərəm. Çünki burada çörək var, götür qaç çörəkdir. Yəni xırda da burada itirsəm 5 dollar itirərəm, qazansam 10 dollar kimi bir qazanc əldə eləyərəm maksimal. Aşağı düşüb bitirsə. Okay, всё. TP olduq. Yes. Okay. Deməli, burada TP olduq. Yenidən 10 dollar qazanc əldə elədim. Bayaqları 32.5 idi, artıq 40.2.5-dir. 100 dolların üstünə qazanmışam deyək 42 dollar da. 5-i qoyaq qırağa. Okay, tamam. Saxladıq. Всё. Buraxaq yenə əməliyyata. Sərbəst buraxıram. Riskli idi, ola bilərdi, ona görə böyük götürmədim. Saxla. Okay. Sadəcə olaraq biz nəyə görə uşaqlar böyük götürməyə çalışmadım? Çünki ola bilər ki, bu qiymət gələr buradan təzədən qalxardı, buranı da yığıb sonra düşə bilərdi. Ona görə risk etmədim. Amma yenə də gözləyək. Əlavə bir giriş versə istifadə eləyəcəm. Saxla, qəşəng. İndi bax, qiymət buradan reaksiya götürüb gedir. İndi mən bir daha qiymətə yanaşmaq üçün buranı gözləyə bilərəm, aşağıda bitirsin. Gözləyə bilərəm, amma burada mənfəəti böyük götürərəm. Amma hələ tələsmərəm girməyə, çünki bir-iki pasiya, bir-iki nüans var, oraya yaransın sonra. Saxla, qəşəng. İndi bunun üstünü bitirərsə, aşağı düşərsə, elə bir giriş icra eləyərəm. O burada güclü zonadır. Yəni buradan da düşərsə, aşağıda bitirərsə, bir giriş icra eləyərəm. Amma bunun stopu biraz yuxarı qoyaram. Bitirərsə aşağıda. Buradan da bir pozisiya düşürə bilərəm. Amma qiymət yaxından baxıram, aşağı keçmişə getmirəm, heç buralığa getmirəm. Buradan bir fokuslanıram. Burada profit götürərəm. Buna da bir dənə 0.5 ataram yenə. Yəni böyük itki eləmək istəmərəm. 0.05 ilə bir dənə. Promo profitə 1-in 2-yə. İtirsəm 5, qazansam 10. Всё, əməliyyat açılıb. Saxla. Всё, əməliyyatımız açılıb. Stopumuz buradadır. Gözləyək. Всё, profit. Saxla. Uşaqlar, yenidən profit olduq. Yəni 10 dollar yeni götürdüm. Oldu bizdə 52 dollar. Okay. Bayaqdan əməliyyatlara giriş edirik. Всё, burada da profit olduq. Yəni qiyməti buraxıram. Tələsmirəm. Yəni bayaq profit olmuşdu o heç öz yerində. Az gözlə eləməyə ehtiyac yoxdur. Всё, saxla. Okay, tamam. Qiymət növbəti qırıb üstə gedir. İndi biz buradan nə çıxara bilərik? Qiymət bu şəkildə düşə bilər. Mən bazar pozisiya verəndə girirəm. Yəni tələssən stop olursan. Dəqiqə başı stop ola bilirsən. Əla, qəşəng. Qəşəng, əla. Saxla. Bazar yön dəyişməyə çalışır. Böyük məsafədə trenddən reaksiya götürüb, çox güman. Baxın, qaçırtmış, görürsünüz? Belə bir trendimiz olub burada. Çörəyimiz var idi, bax elə buradan bir dənə selli, amma neysə. Boş verək getsin. Biz öz girişimizi gözləyirik. Aşağı bitirsə, tələsmirəm. Saxla. Okay. İndi qiymət yuxarıdakı bir stoplar yığmaq üçün gedir, getsin. Qəşəng, get. Biraz da get. Okay, saxlayaq. Yox, tələsməyək. Saxla. İndi qiymət koridorda oynayır. Aydındır mı? Buradan, baxın. Buranın və buranın zonasında işləmədədir. Buraxırıq qiyməti. Saxla. Çox gözəl. Qəşəng. İndi qiymət yön dəyişməyə çalışacaq.
Mən də bundan istifadə etməyə çalışacağam. Gələrsə reaksiya verərsə, yuxarıda bitirənməzsə, dəzdən aşağıda bitirərsə, bura qədər bir mənfəət götürməyə çalışaram. Amma tələsmərəm. Çox qəşəng aşağı yönlü qırdı, gecikdik. Saxla. Tamam. Yenidən aşağı yönlü bir qırılma icra eləyir. Baxaq böyük məsafədə. Əsas hədəfi qiymət buradan reaksiya aldı. Qəşəng. Burada qiymətin növbəti dəfə gəlib də reaksiya ala biləcək səviyyədir. Əlavə bir şeylər var, çoxdur. Onları yormaq istəmirəm sizi. Artıq mən $50 qazancım var. $52 görə relaksam, rahatam. Tamam. Saxla. Bu zona mənim üçün güclü zonadır. Neynirsən sən? Okey. Aşağıda bitirərsə sel gedə bilər, bura qədər. Mən baya fikirləşərəm amma. Gözləyək. Saxla. Okey. Deməli, bizdə neynədir qiymət? Hardan reaksiya götürdü? Buradan. Deməli, bura bunun güclü zonasıdır. Bunun üstü. Bunun üstündə bitirərsə bay gedə bilərik. Biz bay test etmək olar. Üstündə bitirərsə stopu biraz belə götürək, dibin altına götürək, düşər sonsuz. Profiti də böyük götürməyəcəm. Hara qədər qiymət gələ bilər. Buradan reaksiya görə elə. Bura çox qəşəngdir axı. Əla zonadır. Tamam. Qiymət olsun burada. Artıq bura mən risk atmaram axı məbləğə. Ona görə burada 0.05 ilə girsəm stop olaram. Deməli, olsun 0.5 ilə girək. $5 itki, $10 qazanc. Üstə bitirərsə bay girəcək. Saxla. Artıq bay deyik. Qiymət aşağı yönə yönəldi. Qıra bilmədi yuxarına. Okey, tamam. Saxla. Okey, deməli. Profit. Buradan da qiymət reaksiya ala bilər. Amma gözləyək biz mənfəətimizi. Bu arada qiymət bu şəkildədirsə mənim artıq girişə qoyaram. Təhlükə olmasın. Profit olsa olacaq, olmasa da itirməyəcəm yenə. Saxla. Girişdə bağlandıq. Profitə götürənmədik, xeyir götürənmədik. Bura tepe 1-i qoysaydıq, artıq giriş birin biri şeydə götürərdi, yerlərdə götürərdi. Götürənmədik. Okey olsun, problem deyil. Qiymət nə eləməyə çalışır? Gəl ona bir baxaq. Qiymət bir daha üstə bitirərsə, eyni hədəfə fokuslanıram yenə. Artıq görək. Okey, saxla. Stop. Burada $5 itirdim. $47 karımız var. Bir dənə stop oldu. Artıq burada maksimal bir daha risk edərəm əməliyyata. $5 itirmə. $40 qoymuşam cibə. $7 qalıb. Atsam təhlükə $7 maksimum ataram. Bu videoda uzun olacaq, əlbəttə ki, uşaqlar. Mən sizə burada detallar izah edirəm. Sildim hamısı. İndi baxırıq. Qiymətə sel girmək üçün səbəblərimiz var idi. Biz baya fokuslanmışıq, amma sel. Sel üçün çox güclü zona idi. Seli unutduq, selə girmədik. Olsun, normaldır. Bir qiymətdə baya fokuslanmışıq. Ona görə baya giririk. İndi biz sel üçün də dəyərləndirmələr etməliyik mütləq dərəcədə. Bizə lazım olan yenidən, amma buradan Fibonacci 61 səviyyəsinə gələ bilər düşüncəsi ilə mən artıq baya biraz ümidim artır. Yaxşı zonasında qəşəng zona idi, amma qırılmalara baxsaq, qiymət hansı zonadan qırılmanı daha icra edib güclüdür? Məncə buradan. Bura birlikdə olub. Buradan üstə qalxandan sonra bərkitməni burada yaradıb qiymət. Deməli, qiymətin güclü zonalarından biri oradır. Amma yaxın məsafədə baxanda sən silək, sən maraqlı deyilsən artıq. Tamam. Deməli, qiymətin bura bizim üçün zona idi, çox güclü zona idi. Üstündə bitirərsə bay düşünmək olar, amma maksimumlar maksimumunu keçmir. Burada güclü zonadır bu arada. Bunun alt sahəsi baxsaq, reaksiya görmə səviyyələri ola bilər. Amma bir o qədər də uverni deyil, bir o qədər də güclü zona deyil. Əlavə nəyimiz var burada? Burada bir yığılma yaradıb, qiymət hərəkət edib. Məncə bir giriş yoxdur hələ ki, gözləyək. Səbəb versin. Okey, saxla.
buraxdıq. Bunu deyirdim, bax 61-ə gedə bilər, çəkə bilər özün. Okay, olsun. İndi zonalara baxırıq uşaqlar, güclü zonalara. Biri bu zona idi, ikincisi bu zona idi. Qiymət biraz çox sürətli hərəkət edir. 3x-ə qoymuşam. Buradan qəşəng bay gedə bilərdi, amma təəssüf ki, getməyib də, neyləyə bilərik? Okay, olsun. Gətir buraya yenə də nəsə qoymağa heç bir şey yoxdur, ehtiyac yoxdur. Bütün nöqtələr yığdı özə qiymət. Bütün nöqtələr yığdı. Bax. Buranı yığmayıb amma. Okay, olsun. Bir dənə də qəşəng sel verərik. Barışarıq buradan artıq. Saxlayaq. Yığacaq üstü də biraz. Saxla. Üstü də biraz yığa bilər. Biraz üstə gedə bilər. Saxla. Gedə bilər həri. Amma güclü zona olduğuna görə sel düşünmək səbəbim bir daha aşağı bitirərsə sel getmə ehtimalı var. Stopu da tak bura qoyaram. Profiti bura qədər götürərəm. Gözləyəcəm amma. Gözləyəcəm. Risklidir. İndi saxla. Əlavə zona yaradır özünə. Qırılacaq bilək səviyyə zona yuxarıda likdə yerləşir. Yığdı liktəni. Çox qəşəng. Artıq uşaqlar göz gördükcə, vərdiş etdikcə pozisiyaları görə bilirik. Baxın, baylıq pozisiyalar buraydı. Bay. Qırılmadan sonra qiymət bay gedə bilərdi. Fürsət qaçdı, olsun. Daha üst səviyyə gedə bilər. Saxlayaq. Biraz hərəkət eləsin, saxla. Bir daha bunun altını düşsə, sel düşünə bilərəm, amma tam da əmin deyiləm hələ ki. Saxla. Okay, qiymət yön dəyişir, hərəkət edir. Bay gedir. Bay peşindədir qiymət. Biz isə sel. Dirəşmişik, bazarın əksinə dirəşmişik. Ona görə də baxın, belə şeylər başımıza gəlir. Saxla. Bazarın əksinə hərəkət edirik. Ona görədir bunun hamısı. Yoxsa biz indiyə baydan qazanıb da çıxmışdıq böyük profitlər. Trend yaradacaq. Bir də saxla. Hələ tələsməyək. Sel gedə bilər qəşəng. Gözləyək. Tamam, market trend qırır yuxarıda. Saxlayaq. Deməli, yaxın məsafədə trendi qırılması var. Reaksiya görüb. Aşağı düşsə selə gedə bilərik. Saxlayaq. Düşsə sel gedərik. Saxla. Yəni ki, selçun zonadır. Reaksiya alır buradan. Bayda etmə ehtimalı çoxdur. Tak. Buranı bir daha qırsa gedə bilər. Gəlsə. Aşağı gələn qırılmadan sonra heç bir reaksiya götürməyib qiymət. Heç bir reaksiya. Buradan götürüb, qiymət götürüb. Amma buradan reaksiya götürməyib. Bura tepe qoyaram. Burada qoyaram əslində, amma biz böyüyə fokuslamırıq axı. Okay, qiymət bitirərsə gedər aşağı. Saxla. Buradan çıxmaq lazımdır ki, bura riskli zonadır. Hardan reaksiya alıb qiymət? Buradan reaksiya götürüb. Girişdə də stopumuz var. Görək nə olacaq? Girişdə stop verdi, təzədən giriş, profit, bomba kimi. Təzədən qırılma eləyəndən sonra buradan uşaqlar, bax. Təzədən line qırılma eləyəndən sonra sell üçündür. Başa düşdünüz? Burada giriş etmişdik, amma təzədən buranın qırılmasından sonra sell üçündür. Burada profitimizi verdi. Görək, bura qədər gedəcək. Mən burada bir zona hədəfləmişdim. Bir qırılmadan sonra bura qədər gələ bilər maksimal. Burada da qazancımızı götürdük. 10 dollar da buradan qazanc. Artıq 47 idi. Artıq 57-dir. Bu çox gözəldir. Mən dediyim yerə qədər qiymət götürdü özünü. Bu qədər uşaqlar. Yəni, həqiqətən də deyirəm, diqqətli şəkildə baxanda bazar nə edə biləcəyini artıq bilə bilirik. Ona görə çalışın, diqqətli şəkildə yanaşma edin və bacardığınız qədər mütləq şəkildə bunlardan istifadə edin. Oldu uşaqlar, özünüzə müqayət olun. Əsas odur, sağlam olun, sağlam qalın. Allah amanda, növbətdə görüşmək ümidilə.